Bismillahirrahmanirrahim. 3-cü dərs Qoftəqu kitabından 3-cü dərsə başladıq. Dərsi sevvum. Dərsi sevvum. 3-cü dərs. Nam-ı keşvər, əhl-i kocayı. Nam-ı keşvər, ölkənin adı. Əhl-i kocayı, nam-ı keşvər, ölkənin adı deməkdir. Əhl-i kocayı, haralısız sualıdır. Çox uzatmayaq, başlayaq mövzuya. Salam, cavab olaraq salam. Çaturi, necəsiz? Xubam, yaxşıyam. Şoma çaturi, siz necəsiz? Məmnunam, xubam. Məmnunam, yaxşıyam. İsmi şoma çiyə? Sizin adınız nədir? İsmi mən Muhammədi. Mənim adım Muhamməddir. İsmi şoma çiyə? Sizin adınız nədir? İsmi mən Sadiqi. Mənim adım Sadiqdir. Çə karəyi? Nə iş sahibisiz? Tacirəm. Tacirəm, biz də tacir deyirik elə. Şoma çə karəyi? Siz nə iş sahibisiz? Mən ustadam. Mən ustadam. İndi nə ustadıdır Allah bilir. Əhl-i kocayı, haralısız? Mərakeş. Mərakeşdəndir. Cavab olaraq. Şoma əhl-i kocayı. Şoma əhl-i kocayı. Siz haralısız? Əhli haranın əhlidə yəni. Kocayı hara əhlisiz. Amma tərcümə eləyəndə necə deyirik? Siz haralısız? Pakistan. Pakistanlıdır. Xuda negəhdar. Allah qorusun, Allah amanında kimi tərcümə eləyirik. Xuda negəhdar. Negəhdar to. Əsli kəlam bu cür nədir? Xuda negəhdar to başad. Allah sənin mühafizəçin olsun. Amma burada qısa, mühavirədə qısa olur. Hər kəlməni qısaldırlar. Elə bizim dildə də elədir, başqa dillərdə də elədir. Xuda negəhdar, Allah amanında kimi tərcümə eləyirik. Xuda negəhdar şoma. Allah sizin mühafizəkarınız olsun. Xuda negəhdar şoma. Siz də Allah amanında kimi tərcümə eləyirik. Assalamu aleykum və rəhmətullah.